Rəsmi gimnaziya libası hələ də əynimdə idi və mən düz saat 5-in yarısında veillənə qala darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator sarayının yanından ötərək Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa girdim. İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və mən 8 il ərzində ilk dəfə indi nə fərağat durmalıydım, nə də ona hərbi sayağı salam verməli. Bakı gimnaziyasının inisialı olan gümüş qokardı, mən sevinç hissi ilə şapkamdan qopardıb atmışdım. Mən mülki bir şəxs kimi gəzib dolanırdım və hətta bir an oldu ki, istədim hamının gözü qabağında sigaret yandırım. Lakin tütünə nifrətim azadlığın cazibəli şərindən güclü idi. Sigaret çəkmək fikrindən imtina eləyib parka girdim. Skamyaların birində oturdum. Günəş dörkünc, boz evlərin hamar damlarından işıq saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi zolaqlı çadıra örtmüş, ayaqlarına da şappıldayan ev başmağı geymiş bir qadın yanımdan keçdi. Çadıranın altından yırtıcı quşun burnu kimi uzun və əyri bir burun görünürdü. Burun mənə tərəf yönəldi. Tez gözlərimi yana çəkdim. Məni qəribə bir yorğunluq bürüdü. Nə yaxşı ki, Nino çadıra geymir və onun uzun, əyri burnu yoxdur. Yox, mən Ninonu heç zaman çadranın altında gizlətməyəcəm. Bəlkə dəqiq bilmirdim. Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında. Nino Kipiani, gözəl gürcü adı. Avropa adətlərinə vurğun, alicənab valideynləri olan Nino. Axı, nəyimə lazımdır bütün bunlar? Ninonun ağ dərisi və incə, uzun kiprikləri altında iri, gülər, Qafqazlılara məxsus qığılcım saçan gözləri var idi. Bu cür xoş, şən gözlər ancaq gürcü qızlarında olur. Daha heç kimdə. Nə Avropalı qızlarda, nə də Asiyalılarda. Nazik, hilal qaşlı Ninonun profili Həzrət Məryəmin profilini xatırladırdı. Qəmginləşdim. Oxşatma məni kədərləndirir, qəmə qərq edir. Qərbdə kişi üçün çoxlu oxşatmalar var. Bu qadınlar üçün isə yalnız yad və anlaşılmaz bir dünyanın rəmzi olan Xristiyan Məryəm ilə müqayisə və oxşatma qalır. Başımı aşağı saldım. Qabağımda qubernator bağının üstü böyük səhranın qumu ilə örtülmüş asfalt cığırı uzanırdı. Qum göz qamaşdırırdı. Gözlərimi yumdum. Birdən lap yanımda azad və şən bir gülüş səsi eşitdim. Müqəddəs Georgi, sən bir Romeo'ya bax. Juliettasını gözləyərkən yatıb qalıb. Yerimdən sıçradım. Nino düz yanımda durmuşdu. Əynində yenə müqəddəs Tamara liseyinin ciddi mavi uniforması var idi. Nino çox arıq idi. Hətta deyə bilərdim ki, şərqin zövqünə görə həddən artıq arıq idi. Amma məndəki incə duyğuları oyadan da elə onun bu qüsuru idi. Onun 17 yaşı var idi. Və mən onu Nikolay küçəsindən liseyə getdiyi birinci gündən tanıyırdım. Gözəl kiprikləri altından onun gözləri parıldayırdı. Deməli, axır ki imtihanı verdim. Biraz narahat idim. Qolumu onun çiyninə qoydum. Biraz həyəcanlı idi, amma görürsən, Tanrı mömin bəndələrinə kömək eləyir. Nino gülə-gülə. Bir ildən sonra gərək sən mənim üçün Tanrı rolunu oynayasan.
İstəyirəm ki, bizdə imtahanlar başlananda sən partamın altında oturub riyaziyyatdan cavabları mənə pıçıldayasan. Hələ neçə il əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman 12 yaşlı Nino böyük tənəffüsdə gözləri yaşla dolu bizim tərəfə gəldi və məni sinifinə dartıb apardı. Mən düz 1 saat onun partasının altında oturub, riyaziyyat tapşırığının cavablarını ona pıçıldadım. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman idim. Əmin və onun hərəmi necədir deyə Nino soruşdu. Üzümü ciddiləşdirdim. Lakin Ninonun zərərsiz marağı qarşısında şərqin bütün əxlaq qanunları əriyib gedirdi. Əlim Ninonun yumşaq qara saçlarına qərq oldu. Əmimin hərəmxanası vətəninə qayıtmaq niyyətindədir. Qəribədir, deyəsən qərbin tibbi faydalı olub. Amma hələ heç bir əlamət görünmür. Buna baxmayaraq, indilik əmim çox ümidlidir. Nino uşaq kimi alnını qırışdırıb dedi. Yaxşı iş deyil bütün bunlar. Atam və anam bunun tam əleyhinədir. Hərəmxana rüsvayçılıqdır. Nino dərsini söyləyən şagird kimi danışırdı. Dodaqlarım onun qulağına toxundu. Nino, arxayın ol. Mən hərəmxana saxlamayacam. Amma sən hər halda arvadını çadranın altında gizlədəcəksən. Əgər vəziyyət tələb eləsə, çadranın xeyri çoxdur. Çadıra qadını günəşdən, tozdan və yad baxışlardan qoruyur. Üzü birdən-birə qıpqırmızı olmuş Nino. Sən həmişə bir Asiyalı olaraq qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın başqasının xoşuna gəlmək istəyəndə nə olar? Qadın gərək yalnız öz ərinin xoşuna gəlməyə çalışsın, başqasının yox. Açıq sifət, lüt çiyinlər, yarıya kimi aşkar döşlər, nazik ayaqlardakı şəffaf corablar, bunların hamısı bir şey vəd eləyir və bu vədi qadın yerinə yetirməlidir. Çünki qadında bu qədəri görən kişi daha çox görmək istəyər. Kişini belə arzulardan qorumaq üçün isə çadıra mövcuddur. Nino təəccüblə mənə baxırdı. Səncə Avropada 17 yaşlı qızla 9 yaşlı oğlan bu şeylərdən danışarlar? Yox. Onda gəl biz də danışmayaq deyə Nino sərt şəkildə dilləndi və dodaqlarını sıxdı. Əlim onun saçlarını tumarlayırdı. O başını qaldırdı. Batan günəşin son parıltısı onun gözlərinə düşdü. Aşağı əyildim. Onun dodaqları incəliklə, iradəsiz aralandı. Mən onu sürəklə və çox yaramaz şəkildə öpdüm. Onun nəfəsi təngiləşdi, gözləri qapandı. Sonra birdən məni itələyib ayrıldı. İkimiz də susub, toranlaşan boşluğa baxırdıq. Biraz sonra azca utanan kimi yerimizdən durduq. Əl-ələ verib bağdan çıxdıq. Bağdan çıxarkən Nino dilləndi. Hər halda mən də gərək çadıra giyəydim. Ya da öz vədini yerinə yetirəydin. O pərt halda güldü.
İndi hər şey yenə qaydasında idi. Mən onu düz evlərinə kimi ötürdüm. Ayrılarkən, şübhəsiz ki, sizin buraxılış gecənizə gələcəm, dedi. Onun əlini tutdum. Nino, yayda neyniyəcəksən? Yayda? Biz Şuşaya, Qarabağa gedəcəyik. Amma özünü aldatma. Bu demək deyildi ki, sən də Şuşaya getməlisən. Onda yaxşı, yayda Şuşada görüşərik. Sən lap zəhlə aparansan. Heç bilmirəm, niyə səndən xoşum gəlir. Ninonun arxasınca qapı bağlandı. Mən evə tərəf getdim. Əmimin sifəti qurumuş kərtənkələ qabığına bənzər hərəm ağası dişlərini ağarda-ağarda dedi. Kürcü qadınları çox gözəldilər, xan. Amma onları tez-tez, özü də bağda, çoxlu adamın keçdiyi yerdə öpmək lazım deyil. Onun solğun yanağını çimdiklədim. Hərəmağa hər şey eləyə bilər. Çünki o nə kişidir, nə də qadın. O orta cinslidir. Atamın yanına getdim. Sən mənə 3 arzu hədiyyə verdin. Birincisini artıq bilirəm. Bu yay tək Qarabağa getmək istəyirəm. Atam uzun uzadı üzümə baxdı və sonra gülə-gülə başını yırğaladı. Zeynal ağa Bakının Binəqədi qəsəbəsindən olan sadə bir kəndli idi. Onun bu qəsəbədə tozlu, quru bir şoranlaşmış torpaq sahəsi var idi. Zəlzələ baş verən günə kimi yoxsul mülkündə həmin torpağı şumlayırdı. Zəlzələ onun torpağında yarıq əmələ gətirdi. Yarıqdan da neft fışqırdı. O gündən etibarən Zeynal ağanın nə bacarığa ehtiyacı var idi, nə də ağıllı olmağa. Pul sadəcə sel kimi onun cibinə axırdı. Pulu əlaçıqlıq və cömərtcəsinə xərcləyirdi. Amma buna baxmayaraq pul çoxalır və onun üçün yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Çünki gec-tez bu xoşbəxtliyin cəzası da gəlməli idi. Zeynal ağa da edama məhkum olunan məhbus kimi cəzasını gözləyirdi. O məscidlər, xəstəxanalar və həbsxanalar tikdirdi. Zeynal ağa Məkkəyə həccə getdi və yetimxana tikdirdi. Lakin bədbəxtlik rüşvət almaz. Günlərin bir günü 70 yaşında ikən aldığı 18 yaşda arvadı onun namusunu ləkələdi. Zeynal ağa da lazım olduğu kimi amansız və sərt şəkildə öz namusunun intiqamını aldı və axırda yorğun bir kişiyə çevrildi. Onun ailəsi dağıldı. Oğlu onu tərk elədi. O biri oğlu da intihar eləyərək onun başına misilsiz bir rüsvayçılıq gətirdi. İndi də saçları ağarmış, dərdli və beli bükülmüş Zeynal ağa Bakıda 40 otaqdan ibarət sarayında yaşayırdı. Onun sağ qalan yeganə oğlu İlyas bəy idi və o bizim sinif yoldaşımız olduğu üçün buraxılış gecəmiz də Zeynal ağanın evinin böyük salonunda təşkil edilmişdi. Düz saat 8-də mən enli mərmər pilləkənlərlə yuxarı qalxdım. Yuxarıda isə İlyas bəy durub qonaqları qarşılayırdı. Düz saat 8-də
Mən enli mərmər pilləkənlərlə yuxarı qalxdım. Yuxarıda isə İlyas bəy durub qonaqları qarşılayırdı. O da mənim kimi qayışından nazik xəncər sallanan yaraşıqlı çərkəz libası geymişdi. Köhnə milli adətlə əllərimizi bir-birimizə uzatdıq. Mənim sağ əlim onun sağ əlini, onun sol əli mənim sol əlimi sıxdı. Yoldaşlarımızın tanışları və bacıları künclərdə durub lağlaq danışırdılar. Orada çoxlu sarı saç, göy göz, pudralı rus qızı var idi. Onlar ruslarla, bəzən də erməni və gürcülərlə söhbət edirdilər. Elə ki, müsəlman onlarla danışırdı, rus qızları dərhal istehza ilə özlərini çəkir, bir neçə sözlə cavab verir və dərhal uzaqlaşırdılar. Kimsə piyanonu səsləndirdi. Vals başlandı. Müdürümüz qubernatorun qızı ilə rəqs eləyirdi. Şükür Allaha! Onun səsi pilləkən tərəfdən gəldi. Axşamınız xeyir, İlyas bəy. Biraz gecikdim, amma bu mənim günahım deyildi. Mən bayra şığıdım. Yox, Nino nə gecə paltarı geymişdi, nə də müqəddəs Tamara liseyinin bal uniformasını. Onun beli elə bağlanmışdı, elə incə idi ki, mən bir əllə onu aça biləcəyimə inanırdım. Qızıl düyməli qısa məxmər cübbəsi çiyinlərinə atılmışdı. Uzun məxmər yubqası düz ayaqlarına çatırdı. Mən ancaq onun tumac ayaqqabılarının ucunu gördüm. Saçlarında balaca bir papaq vardı. Alnından da 2 cərgə ağır qızıl sikkə asılmışdı. Gürcü şahzadə xanımının qədim bayram libası və hələ üstəlik də bir Bizans mələykəsinin siması. Mələykə güldü. Yox, Əli xan, hirslənməli deyilsən. Bu yubqanın kəndirlərini bağlamaq düz 1 saat çəkdi. Nənəmin yubqasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm. Birinci rəqs mənimlə deyə İlyas bəy səsləndi. Nino sual dolu gözləri ilə mənə baxdı. Razılıqla başımı tərpətdim. Rəqs eləməyi sevmirdim. Özü də pis rəqs eləyirdim. Bundan başqa İlyas bəyə Ninonu etibar eləyə bilərdim. O qayda qanundan xəbərdar idi. Şamil duası. Bu səs İlyas bəyin səsi idi. Kör musiqiçilər dərhal keçidsiz başladılar. İlyas zalın ortasına atıldı. Xəncərini sıyırdı. Onun ayaqları qızğın dağlı rəqsinin ritminə uyğun olaraq tərpənirdi. Xəncərin tiyəsi əlində parıldayırdı. Nino rəqs eləyə ona qoşuldu. Qızın ayaqları nadir oyuncaqların ayaqları kimi balaca idi. Şamilin sirli rəqsi başlandı. Biz musiqinin ahəngi ilə əl çalırdıq. Nino qaçırılası gəlin idi. İlyas xəncəri dişlərinin arasına saldı. Qolları yırtıcı quşun qanadları tək açılmışdı və o qızın ətrafında dolaşırdı. Ninonun ayaqları zal boyunca süzməyə başladı. Onun titrəyən, elastik qollarının hərəkəti qorxu, ümidsizlik və fədakarlıq ifadə eləyirdi. Sol əlində dəsmal tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız papağındakı sikkələr cərgə ilə tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə
ən çətin şey elə bu idi. Bu cür cəldliklə zal boyunca süzüb, papağındakı sikkələrin birini də tərpənməyə qoymamağı ancaq bir gürcü qızı bacarardı. İlyas onu ov quşu kimi təqib edirdi. Durmadan, aman vermədən dairə boyunca onun dalınca qaçırdı. İlyasın qollarının işarələri getdikcə daha amiranə olur, Ninonun da hücumu dəf eləyən hərəkətləri get-gedə incələşirdi. Nəhayət, o ovçunun qovub tutduğu, qorxudan bədəni tir-tir əsən cüyür kimi dayandı. İlyas get-gedə daha cəld hoppanırdı. Ninonun gözləri itaətkar idi. Onun əlləri əsirdi. Musiqi gürləyəndə Nino sol əlini açdı. Dəsmal yerə düşdü. Elə bu anda İlyasın xəncəri bu balaca ipək parçasına ilişdi və onu yerə mıxladı. Məhəbbət rəqsinin simvolikası qutardı. Bir şeyi yaddan çıxartdım. Rəqsdən qabaq mən öz xəncərimi İlyas bəyə vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Ninonun dəsmalını kəsən mənim xəncərimin tiyəsi idi. Belə etmək daha təhlükəsiz idi. Çünki müdrik bir misalda deyilir ki, öz dəvəni Allahın himayəsinə tapşırmazdan qabaq, onun ipini bərk hasara bağla.